Maska. İctimai klubda xeyriyyə məqsədi ilə bal maskarad və yerli qızların adlandırdığı kimi bal parey verilirdi. Gecə saat 12 idi. Rəqs etməyən 5 nəfər maskasız ziyalı qiraətxanada böyük stol arxasında oturub başlarını aşağı dikərək qəzet oxuyur, mürgüləyir və mərkəzi qəzetlərin yerli müxbiri olan çox liberal bir cənabın dediyinə görə düşünürdülər. Ümumi zaldan Yuşkin rəqs havasının səsi gəlirdi. Xidmətçilər ayaqlarını bərk-bərk yerə vuraraq qab-qacağı səsləndirə-səsləndirə tez-tez qapının yanından o tərəf bu tərəfə qaçırdılar. Qiraətxana isə dərin bir sakitlik içində idi. Birdən peçdən çıxırmış kimi boğuq, nazik bir səs eşidildi. Bura deyəsən münasib olacaq. Bura gəlin, bura. Qapı açıldı. Faytonçu paltar giyinmiş, başına toz quşu lələkli şlyapa qoymuş, maska taxmış, enli, yastı, yapalaq bir kişi qiraətxanaya girdi. Üzü maskalı iki xanım və əlində padnos olan bir xidmətçi də onun ardınca içəri daxil oldular. Padnosda armudu likör butulkaları, 3 şüşə qırmızı butulkası, 3 şüşə qırmızı çaxır və bir neçə stəkan var idi. Kişi dedi, bura gəlin, bura sərindir, padnosu stolun üstünə qoy. Oturun, madmazellər. Gabriel Trimogon. Fransızca sizdən xahiş edirəm. Ağalar, siz geri çəkilin. Bura kişi səndələdi və əli ilə stolun üstündən bir neçə jurnalı yerə tökdü. Bura qoy. Möhtərəm oxucular, siz geri çəkilin. Qəzetlə, siyasətlə məşğul olmaq vaxtı deyil. Ziyalılardan biri gözlüyü üstündən maska taxmış adama baxıb dedi. Mən xahiş edirəm ki, səs salmayasınız. Bura bufet deyil, qiraətxanadır. Bura içki içilən yer deyil. Nə üçün deyil? Stol tərpənər, ya tavan uça bilər. Qəribə söz deyirsən. Hə, danışmağa vaxtım yoxdur. Qəzetləri yerə qoyun. Oxuduğunuz bəsinizdir. Onsuz da çox ağlısınız. Bir də ki, gözünüz xarab olar. Düzünə qalsa, mən istəmirəm burada qəzet oxuyasınız. Qurtardı, getdi. Xidmətçi padnosu stolun üstünə qoydu və salfeti qolunun üstünə atıb qapının yanında dayandı. Xanımlar elə o saat qırmızı çaxırdan içməyə başladılar. Papağına toğuz lələkləri taxmış kişi özünə likör sökərək sözə başladı. Dünyada elə adamlar var ki, onlar üçün qəzet bu içkilərdən yaxşıdır. Ancaq hörmətli cənablar, mənim fikrimcə siz ona görə içmirsiniz ki, içməyə pulunuz yoxdur. Elə deyilmi? Ha. Qəzet oxuyurlar. Orada nə yazılmışdır? Gözlüklü cənab, siz orada nə oxuyursunuz? Ha. Akşi, bəsdir inad etdin. Yaxşısı budur ki, iç. Toz lələkli kişi yerindən qalxdı və qəzeti gözlüklü adamın əlindən dartıb aldı. Gözlüklü ağanın əvvəl rəngi ağardı, sonra qızardı və təəccüblə o biri ziyalılara baxdı. Onlar da dönüb ona baxdılar. Gözlüklü adam hirsləndi. Möhtərəm cənab, siz burada harada olduğunuzu unudursunuz. Siz qiraətxananı mehmanxanaya çevirirsiniz, şuluqluq edirsiniz, qəzeti adamın əlindən dartıb alırsınız. Mən buna yol vermərəm. Möhtərəm cənab, siz bilirsinizmi mən kiməm? Mən bank direktoru Jestikovam. Cəhənnəmə ki Jestikovsan. Al, bu da sənin qəzetin. Maskalı kişi qəzeti götürüb parça-parça elədi. Jestikov donub qaldı. Ağalar, bu nə işdir? Bu çox qəribədir. Bu hətta qeyri-təbii bir işdir. Maskalı adam güldü. Onlar acıqlanıb. Pardondan, lap qorxdum. Hətta qorxudan əsrəm də. Bilirsiniz nə var, hörmətli ağalar. Zarafatı boşlayın. Sizinlə danışmağa həvəsim yoxdur. Mən burada madmazellərlə tək qalıb kef çəkmək istəyirəm. Buna görə xahiş edirəm ki, artıq əskik danışmayıb çıxıb gedəsiniz. Buyurunuz, cənab Belebuxin, cəhənnəm ol get. Sifətinin nə tuşudursan? Deyirəm, çıx və salam. Tez çıx, yoxsa payını alarsan. Necə yəni çıx, deyə. Məhkəmənin xəzinədarı Belebuxin qızarıb çiyinlərini çəkdi. Mən heç başa düşmürəm. Həyasızın biri içəri soxulur və kefi istədiyini eləyir. Necə yəni həyasız, deyə toğuz lələkli adam qəzəblə çıxırdı və yumruğunu o stola elə vurdu ki, hətta padnosdakı stəkanlar belə atılıb düşdü. Sən həyasız kimə deyirsən? Sən elə bilirsən ki, mən maska taxdığım üçün ağzına gələni deyə bilərsən? Sarsağın bir sarsaq. Çıx deyirəm sənə. Bank direktoru, sən də nə qədər ki sağ-salamatsan, öz xoşunla çıx get. Hamınız çıxın gedin. Heç bir haramzadə burada qalmasın. Haydi, cəhənnəm olun. Həyəcandan Jestikovun gözlüyü də tərlənmişdi. İndi görərik. Mən sizə göstərərəm. Ey növbətçi, onbaşını çağır. Bir dəqiqədən sonra yaxasına mavi lent taxmış, rəqs etməkdən təngənəfəs olmuş, balaca boylu, kürən bir adam içəri girdi.
Xahiş edirəm ki, buradan çıxın, deyə o sözü başladı. Bura içki içilən yer deyil. Bufetə buyurun. Maskalı kişi soruşdu. Sən haradan çıxdın? Mən səni çağırdım ki. Xahiş edirəm ki, sən deyə danışmayın. Çıxın, gedin. Bilirsən nə var, möhtərəm cənab? Sənə 1 dəqiqə vaxt verirəm. Sən buranın onbaşısı və əsas simasısan. Bütün bu artistlərin qolundan yapışıb apar. Burada kənar adam olanda mənim madmazellərimin xoşuna gəlmir. Sıxılırlar. Mənsə verdiyim pulun müqabilində istəyirəm ki, onlar çıxmaq olsunlar. Jestikov çığırdı. Yəqin bu yekəbaş elə güman eləyir ki, tövləyə girmişdir. Yevstrat Spiridoniç, ki bura çağırın. Yevstrat Spiridoniç, deyə bütün klub boyu səs eşidildi. Yevstrat Spiridoniç haradadır? Çox keçmədi ki, polis mündiri geyinmiş qoca Yevstrat Spiridoniç gəlib çıxdı. O qorxunc gözlərini bərəldib, rənglənmiş bığlarını eşə-eşə xırıltılı bir səslə dedi. Xahiş edirəm buradan çıxıb gedəsiniz. Maskalı adam, qorxdum ha, dedi və qəhqəhə ilə ürəkdən güldü. Yaman qorxdum. Siz Allah, bir bunun sir-sifətinə baxın. Bığları erkək pişiyin bığlarına oxşayır. Gözlərini görün necə bərəldib. Hi. Xahiş edirəm artıq əskik danışmayasınız, deyə Yevstrat Spiridoniç var qüvvəsi ilə çıxırdı və bədəni əsdi. Rədd ol buradan. Bu saat əmr edərəm ki, səni buradan çıxarsınlar. Qiraətxanada aləm bir-birinə qarışmışdı. Xərçəng kimi qızarmış Yevstrat Spiridoniç ayağını yerə döyə-döyə çıxırdı. Belevuxin çığırırdı, ziyalıların hamısı çığırırdı. Lakin maskalı adamın yoğun səsi onların səsini batırırdı. Şuluqluq düşdüyünə görə rəqs dayandırıldı. Və salondakı cəmaat qiraətxanaya doluşdu. Yevstrat Spiridoniç maskalı adamı qorxutmaq məqsədi ilə klubda olan polislərin hamısını çağırdı. Və oturub protokol yazmağa başladı. Maskalı adam barmağını kağıza toxunduraraq deyirdi. Yaz. İndi görəsən mən yazan iş necə olacaq? Yazıq canım. Mən yetimi nə üçün məhv edirsiniz? Ha. Hə, nə oldu? Protokol hazırdırmı? Hamı qol çəkdinmi? Hə, indi tamaşa edin. 1, 2, 3. Maskalı adam ayağa qalxıb dikəldi və özündəki maskanı dartıb qopartdı. Sərxoşluq yağan sifətini cəmaata göstərdi. Hamıya baxdı və bu səhnənin bağışladığı təsirdən xoşlanaraq özünü kresloya yıxıb qəhqəhə ilə güldü. Doğrudan da o böyük təsir bağışlamışdı. Bütün ziyalılar özlərini itirərək bir-birinə baxdı və rəngləri ağardı. Bəziləri peysərini qaşıdı. Yevstrat Spiridoniç bilməyə böyük axmaqlıq edən bir adam kimi pıqqıldadı. Şuluqluq salan maskalı adam yerli milyoner fabrikant, nəslən möhtərəm vətəndaş olan Pitrigorov idi. O öz tavakarlığı, xeyirxahlığı və yerli qəzetdə bir neçə dəfə yazdığı kimi mədəniyyəti ilə məşhur idi. Pitrigorov bir az susduqdan sonra, nə deyirsiniz? Gedəcəksiniz, ya yox? Deyə soruşdu. Ziyalılar dinməz söyləməz pəncələri üstdə qiraətxanadan çıxdılar. Onlar çıxan kimi Pitrigorov qapını örtdü. Bir dəqiqədən sonra Yevstrat Spiridoniç qiraətxanaya çaxır aparan xidmətçinin çiynindən tutub sirkələdi və xırıltılı bir səslə dedi. Sən ki onun Pitrigorov olduğunu bilirdin, bəs niyə susurdun? Deməyə icazə vermirdi. Səfeyin biri səfeh. Bir ay səni qoduqluğa basaram. Onda bilərsən ki, deməyə icazə vermirdi nədir? İtil. Siz də ki, ağalar, yamanca üsyan qaldırmışdınız. Güya 10 dəqiqəliyə qiraətxanadan çıxa bilməzdiniz, deyə o ziyalılara müraciət etdi. Budur, indi əməlinizin cəzasını çəkin. Ağalar. Vallah mən belə şeyləri sevmirəm. Ziyalılar klubda məyus və şaşqın halda günahkar adam kimi gəzişir və pısıldaşırdılar. Sanki onlar pis bir işin baş verəcəyini qabaqcadan hiss edirdilər. Onların arvadları və qızları da Pitrigorovun incidiyini və acıqlandığını bilib sakitləşdilər. Evlərinə dağılışmağa başladılar. Rəqs dayandırılmışdı. Saat 2-də Pitrigorov qiraətxanadan çıxdı. O sərxoş idi və səndələyirdi. Salona girərək orkestrin yanında oturdu. Musiqinin səsi ilə mürgüləməyə başladı. Sonra başını endirərək xoruldadı. Çalmayın, deyə onbaşlılar musiqiçilərə işarə elədi. Sakit. Yegor Niliç yatır. Belevuxin milyonerin
qulağına tərəf əyilib soruşdu. Yegor Niliç, əmr edərsinizmi sizi evinizə ötürək? Petrigorov dodaqlarını elə bir hala saldı ki, sanki yanağına qonan milçəyi qovmaq istəyirdi. Əmr edərsinizmi sizi evinizə ötürək, deyə Belebuxin təkrar elədi. Bəlkə deyək ekipaj versinlər. Hə, kim? Sənə nə lazımdır? Sizi evə ötürsünlər. Laylay vaxtıdır. Evə istəyirəm. Ötür. Sevincindən Belebuxinin üzü güldü və Petrigorovu yerindən qaldırmağa başladı. Başqa ziyalılar da onun köməyinə gəldi və məmnun halda gülümsəyərək nəslə möhtərəm vətəndaşı yerindən qaldırıb üstünca ekipaja apardılar. Jestikov onu ekipaja mindirib iftixarla dedi. Bütün bir məclisi ancaq artist ya böyük bir talant bu cür dolaya bilər. Yegor Niliç. Mən lap mat qalmışdım. İndiyədək gülürəm. Biz də özümüzdən çıxırdıq. Cəfəngidaşlıq edirdik. İnanın ki, heç teatrda belə gülməmişdim. Da belə gülməmişdim. Heç belə komediya olmazdı. Bu axşamı bütün ömrüm boyu yad edəcəyəm. Petrigorovu ötürdükdən sonra ziyalılar sevindilər və sakitləşdilər. Jestikov çox məmnun bir halda dedi. Ayrılanda mənim əlimi sıxdı. Demək, işlər yaxşıdır. Qəzəblənməmişdir. Yevstrat Spiridoniç köksünü ötürdü. Allah eləsin. Rəzil alçaq adamdır. Ancaq xeyir verəndir. Onu acıqlandırmaq olmaz. Son.